Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə məsələmizi davam edirik. Əvvəlki videolarda oxuduq ki, bir şəxs namazını qəsr qılmalı idi, amma namazı tam qılıb. Dedik, bilərəkdən qəsdən qılsa batildir, amma bilərəkdən və qəsdən olmasa, dedik, 5 surət var ki, o surətləri oxuyarıq, görək o hallarda şəxsin vəzifəsi nədir? Birinci və ikinci surəti oxumuşduq ki, bu hallarda şəxs nə etməlidir? Üçüncü hal, surət nədir? Onu inşallah oxuyarıq. Bismillah, Seyyid buyurur ki, üçüncü hal nədir? Üçüncü hal budur ki, ən yəkunə zalik li xətaihi və iştibahihi fit tətbiq mə'a ilmihi bil hükm. Seyyid buyurur ki, bu şəxs hökmü bilir. Hökmü bilir ki, müsafir məsələn namazı qəsr qılmalıdır. Bu hökmdür. Bilir. Amma hökmü tətbiq etməkdə xəta eləyib, səhv eləyib. Hökmü tətbiq etməkdə xəta eləyib, səhvə yol verib. Fəfi hazihi surə, Seyyid buyurur ki, bu surətdə təcibul i'adə fil vəqt. Vaxt daxilində namazını təzədən qılmalıdır, əgər vaxt çıxmayıbsa. Və la yəcibul qəda idən kəşəfə ləhul hal bə'də mudiyyil vəqt. Amma vaxt çıxandan sonra bilsə, o namazı qəza etməyi artıq ona vacib deyil. İndi bu surətə bir misal çəkə aydın olsun. Yəni, mən hökmü bilirəm, amma tətbiq etməkdə xətaya yol vermişəm. Məsələn, nə kimi? Mən bilirəm ki, səfərə gedəndə, məsələn, məsafə insanın yaşadığı məntəqənin sonundan hesablanmalıdır. Getdiyi yerin girişinə qədər yox, getdiyi yerin özünə qədər. Məsələn, tutaq ki, mən Bakıdan çıxıram, gedirəm uzaq bir məntəqəyə, orada bir məclisə gedirəm, hansısa bir işin dalınca gedib qayıdacam. Bilirəm ki, mən yaşadığım məntəqənin sonundan, Bakının çıxışından hesablamalıyam və getdiyim yerə qədər hesablamalıyam. İndi mən bu hökmü bilirəm, amma tətbiqində xətaya yol vermişəm. Necə xətaya yol vermişəm? Bakının çıxışı həqiqətdə bir yerdir. Mən Bakının çıxışını başqa bir yer bilib, oradan hesablamışam və tam qılmışam. Məsələn, tutaq ki, Bakının öz çıxışından hesablasam, getdiyim yerə qədər və oradan da qayıdıb gəlməklə fərz eləyək, ya birbaşa məsafəm 44 eləyirdisə, eləyir əslində, mən müsafir sayılıram orada. Amma mən Bakının çıxışını səhv bilmişəm. Bakının çıxışını tapıb oradan məsafəni hesablamaqda xətaya yol vermişəm. Məsələn, deyək ki, Bakının çıxışı ilə mənim həqiqətdə çıxış bilib hesabladığım yerin arasında bir 15 kilometr məsafə var. Mən 15 kilometr sonradan hesablamışam. Əslində hökmü bilirəm, hesablama qaydasını da bilirəm. Tətbiq eləməkdə xətaya yol vermişəm. Məsələn, deyək ki, düz yerdən hesablamamışam, baxmışam ki, məsafə azdır da, 15 çıxanda orada nə qalır? Elə 30, mən də oradan hesablamışam ki, mən 30 kilometrdir də, burada mən müsafir sayılmıram, namazımı tam qılıram. Ona görə bu halda Seyyid buyurur ki, vaxt daxilində bilsə ki, səhv eləyib, xəta eləyib, namazını təzədən qılsın. Vaxt çıxandan sonra bilsə, artıq namazını qılmağa, yenidən qəza eləməyə də ehtiyac yoxdur. Bu üçüncü hal idi ki, şəxs bilməsə namazlarını qəsr qılmalı olduğu halda tam qılsa, dedik ki, namazı səhihdir, vaxt çıxandan sonra bilsən, vaxt daxilində bilsə, yenidən gərək qılsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.